Gelsin olsun. İnşallah ki heç bir problem də çıxmaz. Çox dolu səsi var. Röşən bəy çox sağ olun ki. Hamıya salam əziz dostlar. Bugün sizlərlə Grand Moto'da 2025-ci il buraxılış olan Dayon DY200 modelini incələyirik. Köhnə modeldə gördüyümüz kimi buradadır. Yenisi ilə aralarındakı fərqlər və münasib qiymət olmağına baxmayaraq bu qədər üstünlükləri olan bir moto çətin tapılır demək istəyirəm və bu qədər gözəl gözləmirdim açığı. Mən biraz daha balaca gözləyirdim motosikli, amma gördüyümdən daha böyükdür. Demək istəyirəm ki, həqiqətən də şəkildə göründüyü kimi deyil motosikl. Daha böyük, daha əzimli və daha güclü bir görünüşü var. Səssiz işləməyi ilə bilinən Dayon çox gözəl və kompakt motosiklidir. Mənim özümü də çox bəyənərək gördüyüm, belə deyim, hər kəsə məsləhət gördüyüm bir motosikillardandır. Nəzərinizə çatdırım ki, 3300 manat dəyərində hal-hazırda 2025-ci il buraxılışıdır. Yəni bu qiymət aralığında belə bir motosikl tapmaq demək olar ki, çox çətindir. Motosikl haqqında demək istəyirəm ki, öndə gördüyümüz kimi sadə disklərdir, disk tormozdur. Arkada da həmçinin, yəni arxa öyrəşdiyimiz o baraban sistemi deyil. Qurşiterimiz çox gözəl, keyfiyyətli. Yəni o 3 günlük qurşiterlərdən deyil də, yəni sürəndən sonra dağılsın, nə bilim, ay falan filan bəsməkan olsun. Çox gözəl, arkada gördüyümüz kimi monoşok amortizatordur. Köhnədəkində, mən köhnəndə göstərim sizə. Köhnədə görürdük, sadə idi, yanlardan idi, yəni amortizatorlar. Amma yenidə yeni qurşiter, yəni səs boğucusu və yeni amortizator, monoşok amortizatora üstünlük veriblər. Arxa quyruğu, oturacağı falan çox superdir. Yəni mən açığı deyim sizə, bu qədərini gözləmirdim. Çox belə böyük, rahat. Həqiqətən belə toxunursan, necə deyim sənə, deyir ki, yəni var. Narahat olma ki. Bakı falan çox böyükdür. Yəni motosikl göründüyündən daha böyükdür. Tam buna əmin ola bilərsiniz. Priboru yenə eyni qaydada gördüyümüz kimi yanacaq göstərgəsi, sürət, ümumi kilometraj, neçənci skorsta olduğumuz taxometr. Burada nələrimiz var? Pavorotniklərdir, gündüz işıqların yanında olmamağı, motor, yağ işarəsi. Burada hərarət temperaturu var. Bu tam indi burada istifadə edə bilmədiyimiz üçün deyə bilmirəm. Burada isə neytral işığımızdır. Motosikildə gördüyüm qədərilə bunlar birlikdə əla. Aha, pavorotniklərimiz LED-dir, ön faramız LED-dir. Sonra baxaq. Arxa pavorotnik LED-dir. Hətta arxa stopumuz da LED-dir. Çox əla, çox gözəl. Mən bu detayları sevirəm, yəni 3300 manata olan bir motosikl üçün bunlar çox gözəl detaylardır və nəzərinizə çatdırım ki, 0 kilometr 200 kub santimetrlik karbyuratorlu 5 skorslu bir motosikildən söhbət gedir. Burada ayaq noşkamız da var. Çox əladır. Kuryerlərin, həmçinin mən özüm də kuryer olduğum üçün çox işimizə yarayır vaxtilə. Karbyurator olmağı həm 92 ilə istifadə eləməyimiz üçün çox münasibdir. Motoru da ki, sadə olmağı, ehtiyat hissələrinin ucuz olması deməkdir. Yəni bu motosikli alıb ürək rahatlığı ilə istifadə eləmək olar. Mən belə düşünürəm. Amortisatoru falan çox beşək, belə qalın. Yəni pis deyil. Yəni sizə necə deyim, qırılacaq, töküləcək hissiyatı vermir. Plasmasları falan da yəni normaldır, yaxşıdır. Bu təzə, yəni çox xırda dəyişikliklər olmağına baxmayaraq çox yaraşır da həqiqətən. Sadə amortizator sistemindən monoşoka keçmələri olsun, arxa naplanı olması olsun. Yəni 300 manat fərqə görə həqiqətən dəyər. Gördüyüm sadə 2 klapan, tək silindirli, hava soyutmalı bir motordur. Yağ həcmi olaraq tam görə bilmirəm nə qədər gedir, amma soruşaram indi onda sizin üçün. Yox, yağ olaraq 1.2 litr burada yazıb. 1.2 litr yağ gedir. Bu da yəni münasibdir, pis deyil. Arxa təkərin ölçüsü 130-70-17, yəni çox tapılan təkərdir. Həm də gördüyünüz qədərilə çox belə enlidir, yəni motosiklə görə çox əladır, yəni balaca qalmır təkər deyil. Tok sistemi falan gördüyümüz kimi hər şey səliqəli, səhmanlıdır. Artıq heç bir şey çıxıntısı falan yoxdur. Əla, nə demək olar bu haqda? Gözəl motosikildir. Mən şəxsən bəyəndim. Duqası da üstündə zavodskoy olaraq gəlir. Həzin bunu 1 aşağı 5 yuxarıdır, hə? 5 skorusu. 1 aşağı 4 yuxarı 5 skorusu. Əla.
Muxtası falan. Hamısı aşağı dairəvidir. Əla, əla. Mənim lifamda kimi eyni. Hamısı aşağı. M50-də falan olduğu kimi. Köhnəsinin arasındakı olan fərqləri görmək istəsəz, təbii ki, o haqqda da bir video çəkərəm. Amma bu Apollo'lar falan yəni çox böyükdür. Yəni şey deyil də belə balaca qalmır motosikl üçün. Ön təkərin ölçülərində deyim mən sizə. Deməli 100-ün 80-in 17-yə. Top speed falan hələ ki bilmirik. Yəni sürməmişik açığı. Amma çalışarıq inşallah sizlərdən hansısa biriniz bu motosikli bəyənərək alsa, inşallah ki bizlə də köməklik eləyər. Biz də görərik mototsiklin sürüş hissiyatı, səsi necədir. Yəni yoxlayarıq inşallah. Problem deyil. Əsas odur. Yəni alın, həqiqətən 3300 manata almağa dəyər. Özünüz bilirsiniz ki, qardaşımız sizə pis şey məsləhət görməz. Sidenkan belə çıxıntı olmağı da çox böyük üstünlükdür. Hacılarda falan belə dirənirdim baka, bu adamı incidirdi. Əla özəllikdir. Pultu falan da çox superdir. Pultu əlavə zapas açarı. Yəni siqnalizasiya falan qoşturmağa ehtiyac yoxdur. Nə bilim, yəni bu motosikli alıb dəyişmək istəyəcəyim mənim fikrimcə heç bir şey yoxdur. Çox bəyəniləcək bir motosiklidir. Mən inanıram ki, həqiqətən şəhərdə çox sevilərək sürüləcək bir motosiklidir. Belə əziz dostlar, çıxmışıq Dayonu sürməyə. Görək Dayon bizə nələr bəxş edir. Dayon mən çox bəyənirəm də qardaş, özümdən asılı deyil. Həqiqətən motosikl çox gözəldir belə, necə deyim sənə. Bax tutuşu falan, yəni NS-in bakı boydadır da demək olar ki. NS 200-ün bakı ilə yəni çox yaxındır bakı. Muftası, karobka qəşəng. Oo, çox cəld. Biraz qaz verək. Dostlar, mən sizə bir şey deyim. Titrəşim yəni sıfırda, yəni belə Rövşən bəy qeyd etdi, IDF motordur bunda. Yəni çox əla. Motosikletin belə tutuşu falan yaxşı deyə. Çox əla bir şeydir həqiqətən. Karobkası da çox əla. Ataq 3-ə, ataq 4-ə keçir. Çox normal şəkildə. 3300 manata belə çıxmasın. 0 kilometr varsa belə bir şey göstərin. Ciddən yoxdur. Bax qardaş, düz rol deyil. Ondan sonra canım səsin. Priborunda sənə lazım olan hər şeyi göstərir. Sür kef elə. Oo. Motor öz gücünü hiss elətdirir ha. Problem yaratmır bizə. Burada bir balaca güzgümüzü yoxlayaq. Bir dənə düzəldək güzgümüzü. Çox sağ ol dayı. Qəşəng. Əla. Obrot. Düzün demək gərəkirsə, yəni 200 kub olduğu həqiqətən də bilinir. Yəni problem yaratmır. Necə deyim sənə, o axsaqlığı vermir sənə. Yəni bu 125 falan deyil də sənin üçün. 200'dür, həqiqətən də 200'dür. Bəzən satıcılarda mən hiss eləmişəm, söhbət əsasən köhnə zamanlardan gedir. 150 kubluq motosikli Çindən gətirir, 200 kub adı ilə sənədləşdirir falan filan, bəs məkan, nə bilim, belə şeylər. Baxırsan ki, yəni həqiqətən yeri yoxdur da. O necə deyim, sən istifadəçini anlatmağın yeri yoxdur. Amma burada həqiqətən Grand Motoya halal olsun. 3300 manata. Oo, çox əla, çox əla. Dostlar, mən sizə bir şey deyim. Mən özüm almağı düşünə bilərəm bu motosikli. Ciddi sözümdür. Buradan yavaşça keçək, yavaşça. Birdən də uşaq falan çıxıb eləyər. Amma gücünə həqiqətən, yəni hələ yəni bunun apqatkası var. Apqatkanı keçəndən sonraki dövrü var. Yəni o dövrləri keçəndən sonra motosikl çox belə əjdaha bir şey olacaq da. Bax, misal üçün atıram 2-yə qaz verirəm hə. Əla. Açığı deyim sizə, bu qədər gözləmirdim. Amma həqiqətən də gözlədiyimdən daha artıq bir motosikl imiş. Nə bilim qardaş, kim almaq istəyir, Allah xeyrin versin, gəlsin alsın. İnşallah ki, heç bir problem də çıxmaz. Yəni çıxacaq bir motosikla da oxşamır zaten. Motor, yəni çox qəşəng işləyir, belə bilsən necə? Yaxşı belə, necə deyim sənə, tox səs verir də. Motosiklet özüm nasıl deyil, çox tərifləyirəm.
Səsi də bu cürdür. Bilmirəm sizə nə cür gəlir. Çox dolu səsi var, tox səsi var. Biraz qaz verək. Bura. Əmrad, al, sür, kef elə. Gözünü qorxuzma cinə. Video dəstəyinə görə, bizə motosun verdiyinə görə Grand Motoya da çox sağ ol deyirik. Əsasən də Rövşən bəyə.